Salam, axşamınız xeyir olsun. 30 iyun 2026-cı il tarixidir. Yay fəslinin 10-cu günü, Məhərrəm ayının 15-ci günüdür. İyun ayının sonuncu həftəsinin, eləcə də iyun ayının sonuncu günü olan ikinci çərşənbə axşamı günüdür. Hər birimizə günün qalan hissəsində can sağlıqlı, xoş keçirməyi arzu edirəm. 30 iyun günündə iş yerlərində, eləcə də ofislərində işləri ilə məşğul olan, işləri arxasınca gedən, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, gözəl bir gün keçirməyə arzu edirəm. Bununla yanaşı 30 iyun günündə təhsili ilə məşğul olan məktəblilər, orta ixtisas, ali məktəb tələblərinə can sağlığı, iş avadlığı, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avadlığı, zehni açıqlığı, yol açıqlığı arzu edirəm. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 30 iyun günündə kimlərin rəhmətə gedənlər var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 30 iyun günündə kimlərin xəstələr var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrinə, qazi ailələrinə, əskər ailələrinə, Azərbaycan ordusunu salamlarım. Can sağlıqlı, gözəl bir gün keçirmələrini arzu edirəm. 30 iyun günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 30 iyun günündə kimlər anılır, xatırlanır, xoş xatırlanmamızı arzulayıram. 30 iyun günündə də tarixi hadisələr baş vermişdi. 30 iyun günündə baş verən tarixi hadisələr bunlardır. 30 iyun 1868-ci ildə Səmərqənd Rusiyaya birləşdirildiyi gündür. 30 iyun 1894-cü ildə Londonda Tower körpüsünün açılışı olduğu gündür. 30 iyun 1921-ci ildə 27-ci deməli Amerika Birləşmiş Ştatları prezidenti olan William Taft Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinin sədri təyin olunduğu gündür. 30 iyun 1908-ci ildə isə Tungus meteoritinin partlaması nəticəsində 2000 kvadrat kilometr demək meşə sahəsi məhv olduğu gündür. 30 iyun 1960-cı ildə Kongo Demokratik Respublikası Belçikadan müstəqilliyini elan etdiyi gündür. 30 iyun 1971-ci ildə Soyuz 11 demək kosmik gəmisinin deməli qəzaya uğraması nəticəsində kosmonavtlar olan deməli Vladislav Viktor, eləcə də Dobrovolski və eləcə də Viktor Pastayev həlak olduqları gündür. 30 iyun 2009-cu ildə Hind okeanı üzərində Yəmən hava yollarına aid olan təyyarənin qəzaya uğraması nəticəsində 152 nəfərin həlak olduğu, 14 yaşlı məktəbli qızın isə sağ qaldığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm. Bugün bir daha İlham və Fərizə anıldığı günüdür. Allahdan onların hər ikisinə rəhmət diləyirəm. Bununla yanaşı bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə isə can sağlığı, şəfa diləyirəm. Dinlədiyiniz üçün təşəkkür edirəm.